Hə, dostlar. Fatimə xanım aparıram hazırlığa. Fatimə xanım, hara gedirsən? Hazırda. Dərs oxumaq necədir? Biz. Niyə? Sən xoşlamırsan oxumağı, sevmirsən? Ya. Və sən necə həkim olacaqsan? Hə? Yo, oxumaq üçün, həkim olmaq üçün gərək oxuyasan da, ürəyim. Çox həvəslidir dostlar, oxumağa çox marağı var, çox həvəslidir. Lazım yoxdur ya, dostlar. Yerim də yoxdur ya. Oxumaq. Yazıları iki əllə yazır, həvəslə, bezmədən, dərsdə yazmıram. tezləndən durur, dərsini oxuyur. Yox,